Başına siqnal verirəm ki, cənab İlham Əliyev, deyirsiniz ki, məmur özbaşınalığı varsa, korrupsiya faktı varsa, mənə siqnal verin, e-mailimə yazın, məktublar yazın. Prezident administrasiyasında indi fərqlidir, yəni əvvəlki dövr deyil. Gəl ki, indi qanunlar çox gözəl, güclü işləyir. İlham Əliyev, mən bu instrumentlərlə işləyirəm, mən bundan çörək qazanıram. Görürsən də bunlar, diqqətlə fikir ver. Bugünkü günə 10 ildir ki, mən Astara rayonunun 3 dənə prokuroru və bir neçə polis əməkdaşının qanunsuz hərəkətlərinə məruz qalmışam və onların qanunsuz hərəkətlərinə məruz qaldığım halda 10 ildir mütəmadi şikayətlər edirəm. İstər sizin özünüzə, istər baş prokurorluğa, istər prezident administrasiyasına Fuad Ələsgərova. Yəni mənim 10 il müddətində etdiyim şikayətlərimin sayı hesabı yoxdur. Yəni 2000-ə qədər ərizə müraciətim olub. 10 ildir ki, atamın qanı Astara rayonunda örtbasdır olunur. 3 prokuror və bir neçə polis əməkdaşı 04.05.2016-cı tarixdən bu günə qədər mərhum Zaydağa Bağırovun ölüm işində cinayət işi materiallarında saxtakarlıqlar edərək hadisəni törədən şəxs Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nadirov Samir Aydınoğlunu bu günə qədər məsuliyyətdən yayındırıblar.